Səsli kitaba mühakiməsi olmayan hər kəs məncə Akın Altanı mütləq ki dinləyir. Yəni davamlı olaraq səsli kitabları səsli halda modern versiyada dinləyən insanlar Akın Altanın artıq səsinin bir brend olduğunun yəqin ki fərqindəyik. Adam səs tonu, diksiyası və doğru vurğuları ilə tamamilə, yəni bu insan dinləyəndə deyirik ki, bu insanın yaradılma səbəbi kitab oxumaqdır. O qədər mükəmməl diksiyası var. Və illərdir bu işi də yəqin ki özü də hobbi kimi eləyir. Bildiyim qədərilə pensionerdir. Və illərdir müxtəlif dünya ədəbiyyatından modern ədəbiyyat, istər klassikalar səsləndiribdir və keçənlərdə onun Jack Londonun bir Dönək adlı qısa hekayəsini dinlədim. Hansı ki dönək rəsmi, yəni rəsmi dildə olmasa da, lüğətdə olmasa da, türkçədən çevirəndə mənası, yəni siyasətçilərə filan təsvir ediləndə deyirlər, sözün üstündə durmayan, gündə bir söz verir, fikrindən daşınan mənasına gəlir. Deməli, hekayədə azyaşlı bir uşağın həyatı təsvir edilir və o qədər boğunuq, o qədər o monotonluqdan sıxılırıq ki, nəinki bir azyaşlı körpə uşaq üçün, hətta yetişkin bir insan üçün belə çox ağır bir yaşam təsvir edilir bu hekayədə. Azyaşlı bir uşaqdır, hansı ki səhər erkən saatlarında oyanır, işə qaçır. Həyatında işdən başqa heç bir şey yoxdur. Sürətlə işləyir digər uşaqlarla müqayisədə və diqqət çəkir işdə əlbəttə ki, və işdən qayıdıb sadəcə olaraq yeməyini yeyib yatır və bəzən hallarda yemək yeməyə belə taqət olmur, o qədər yorğun olur ki, və ailədə özündən başqa, yəni bir anası və özündən kiçik qardaşı var, hansı ki onların da məsuliyyəti, yükü bu az yaşlı uşağın çiyinlərində olur. Eyni zamanda o işləyib sadəcə özünü yox, həm də ailəsini keçindirməlidir. Bu səbəbdən anası da onu bir növ qurtarıcı kimi, yəni bir növ İsa kimi təsvir eləyir gözündə. Və hekayə davam elədikcə biz o monotonluğu, o boğunuqluğu hiss eləyirik. Yəni o qədər gözəl təsvir var ki, və Akın Altanın da səsini o qədər mükəmməl oxumuşdu ki o hekayəni. Hekayənin gedişatında biz anlayırıq ki, uşaq susqunlaşır, artıq danışmağa belə halı olmayacaq qədər susqunlaşır uşaq və biz anlayırıq ki, nəyinsə doğru getmədiyini uşaq fərqindədir və ilk belə deyim xəbərdarlıq edilir anaya ki, mən gedəcəm deyə xəbərdarlıq eləyir və ananın reaksiyası bəs biz necə olacağıq? Yəni sən gedəndə bizə kim baxacaq? Çünki ailəni, yenə də deyirəm, keçindirən ailənin yükü o uşağın çiyinlərindədir. Uşaq isə düşünürəm ki, özündən kiçik qardaşının, daha doğrusu anası ilə qardaşın münasibətinə baxanda sanki bir növ aydınlanma mı deyim, qısqanclıq mı deyim, yanaşır və yaxud da ki, fərqinə varır içində olduğu situasiyanın. Və o da cavab verir ki, düşünür ki, qardaşına baxanda mən o yaşda artıq işləməyə başlamışdım, yəni o da işləyə bilər deyə fikirləşir. Və daha sonradan yenə işdən çıxarılır, yenidən gedir asanlıqla başqa iş tapır, hansı ki o dönəmlərdə bu hekayəni dinləyəndə sənaye dönəmindəki uşaq istismarı, işçi sinfi kimi uşaqları artıq orada istismar eləyirdilər. O dönəmlər yadıma düşdü və daha sonra yəni orada hekayə boyunca anlayırıq ki, fabrikdə kontrol olur, uşaqların artıq işləməsi ilə qadağa çıxıbdır. Hansı ki, fabrik sahibi də uşağı öyrədir ki, yəni yaşını demə, yaşını böyük göstərirlər. Uşağın yaşını da soruşanda deyirlər ki, artıq o yetişkindir, sadəcə olaraq işləməkdən, çox işləməkdən cılız görünür. Və daha sonra o işdən çıxarılandan sonra başqa bir iş tapır və artıq hekayənin gedişatında belə olur ki, uşaq bir gün qərar verir və ailəsini tərk edir. Yəni həyata tək başına atılır. Hekayənin davamı yoxdur. Yəni biz bilmirik ki, bu uşağın daha sonraki, çünki çox az yaşlı olur, yaşı çox azdır. Bir tərəfdən həm belə narahat saxlayır insanı və özümüz üçün təsvirlər yaratmağa başlayırıq ki, necə ola bilər sonraki taleyi. Bir tərəfdən artıq anlayırıq ki, yəni onsuz da bu uşaq özünü təmin edirdi. Onsuz da bir yükün altındadır. Amma öz yükü ilə əlavə bir də ailəsinin yükü var idi. Amma indiki halda ailəsini tərk edibsə, ən azından onların yükündən xilas olmuş olur. Ən azından özünü belə deyim keçindirmək məcburiyyəti olur. Yükdən qurtulmuş olur. Amma başqa bir tərəfdən də anlayırıq ki,
bu şərtlərdə o uşağın hekayəsi yəni nə qədər irəli gedə bilər. Belə bir qaranlıq, nigaranlıqda qoyur Jack London o hekayədə adamı. Bu hekayəni oxuyanda gözümün qabağında tamamilə sənaye dönəmində o İngiltərədə yarandığı üçün əsasən İngiltərə ağlıma gəlir. Təbii ki, yəni müxtəlif ölkələrdə, müxtəlif zamanlarda baş vermişdi sənaye dönəmi. Yəni sənaye dönəmində kapitalizmin doğuşu və yaxud da ki, kapitalizmə görə sənaye dönəmi, yəni bunlar əslində müzakirəli mövzudur, amma ümumi götürəndə bütün ölkələrdə bu sənaye dönəmi, kapitalizmin doğuşu sancılı bir proses idi. Yəni insanlar artıq insan əməyindən robotlara keçmək, maşınlara keçmək bu demək idi ki, bir çox filmlərdə də biz bu detalları görürük. İnsanlar işsiz qalırdılar. İnsan əməyi dəyərsizləşirdi. Artıq tutalım 100 nəfərin görə biləcəyi işi şirkətlər üçün bir maşınlar eləyirdi, maşın görürdü və böyük şirkətlər kapital yatırırlar o robotlara, maşınlara, texnologiyaya deyək. Və o dönəmdə, sənaye dönəmində, hansı ki o işsizliyin artdığı bir dönəmdə uşaqlar da işə cəlb olunurdu. Çünki böyüklərdən daha çox, hətta deyərdim ki, şirkətlər, fabriklər uşaqları işə cəlb eləyirdi. Bunun iki səbəbi var idi. Çünki uşaqlar çox nələrsə tələb eləyə bilmirdilər. Və ikincisi də ki, az pula, yəni ödənişə uşaqları işə cəlb eləmək olurdu. Hətta çox vaxt ailələr özləri uşaqlarını aparıb fabriklərdə işə yerləşdirirdilər. Uşaqlar isə işə gedəndə hətta onlardan soruşulurdu ki, başqa evdə bacı qardaşınız varmı? Yəni çox dəhşətli bir uşaq istismarına söhbət gedir. Hansı ki o dönəmlərdə uşaqların əksəriyyəti, yəni burada 12 saatlıq və daha artıq iş saatlarından söhbət gedir. Hansı ki qarşılığında çox cüzi, yəni deyirəm, pul alırlar və hətta çox vaxt o pulu belə almırdılar. Və burada o ağır şərtlərdə işləyən uşaqlar o qəzalar səbəbilə, çünki o maşınlarla yeni tanış olurlar, o qəzalarda həyatını itirən uşaqlar var və yaxud da ki, həyatını itirməyib, hərəkət qabiliyyətini məhdudlaşdıracaq qədər ağır qəzalar keçirən uşaqlar var. Əksəriyyəti uzun saatlar işlədiklərinə görə yorğunçuluqdan, belə deyim, diqqətsizliyə gedib həyatını yenə itirən çoxsu, çünki oradakı qəzaları, ölüm hallarını araşdıranda uzun saat, iş saatlarının uzun olması ilə əlaqələndirilirdi və bir də xəstəlik yayılmışdı o dönəmdə, yəni. Və bu durumda da uşaqların əksəriyyəti heç 25 yaşına qədər gedib çata bilmirdilər. Yəni çox az yaşda ölüm yaşı, belə deyim, erkən olmuşdu, gəncləşmişdi. Və daha sonra qadağalar uşaqlarından, bir də təhsil məsələsi var idi. Təhsili əlbəttə ki, işə cəlb olunduqları üçün təhsil almırdılar. Bu sayədə də onların intellektual, yəni səviyyələri aşağı qalırdı, inkişaf eləmirdi, cahil qalırdılar. Və yəni hər bir halda, məsələn, Heidi deyə cizgi filmi var. Almanların Heidi haqqında belə bir şey oxumuşdum ki, onun cizgi filmdə ayaqqabılarının olmaması onu sənaye dönəmindəki işçi uşaqların bir növ təsviridir, simvolizə eləyir Heidi. Bilmirəm hər nə qədər həqiqətə uyğundur. Və bu dönəmdən daha sonra isə uşaqlar haqqında qanunlar çıxdı. Yəni bir növ artıq mübarizə aparıldı uşaq istismarı ilə bağlı. Amma yəni Avropada düşünürəm ki, hər nə qədər qarşısı alınsa da bu durumun, dünyanın bir çox yerində, məsələn Afrika kimi ölkələrdə uşaq istismarı, yəni uşaqların təhsil yerinə əməyə cəlb olunması, kiçik yaşlardan işləməsi hələ də yəni reallıqdır ki, bu dünyamızda da var. Və yenə də deyirəm, bu dönək hekayəsini hədsiz dərəcədə çox bəyəndim. 2 dəfə dinləmişəm, yəni ki, böyük ehtimalla yenə də dinləyəcəm Akın Altanın səsindən. O monotonluğu, o boğunuqluğu, o dönəmin içinə, o sanki yenə də deyirəm, ədəbiyyat oxumağın belə bir sehri var ki, zamanla səyahət eləyirsən. Yəni səyahət eləyirsən, o sənaye inqilabının doğulduğu tarixə gedirsən, o dönəmdə özünü hiss edirsən, o çarəsizliyi, monotonluğu hiss edirsən. Və çox belə deyim, yadımda qalan Jack London əlbəttə ki, digər Martin Eden əsəri və yaxud da ki, Bəyaz Dişi çox daha məşhurdur ki, onları da əlbəttə ki, oxumuşam və Jack Londonu ümumilikdə bir yazar olaraq çox sevirəm. Hansı ki, heyvanlara məsəl üçün çox önəm verdi. Bəyaz Dişdə də
ən sevdiyim romanlarındandır. Bildiyim qədərilə orta məktəblərdə, türklərdə məsəl üçün bu orta məktəblərdə keçirilir, amma bizdə bu kitab oxudulmur. Və heyvanlara istər olsun münasibəti, çünki bəyaz dişdə normaldan biz bir insanın gözündən hekayəni, romanı görürük, amma bəyaz dişdə bir heyvanın gözündən həyatda qalmağı, o ağrıları, o mübarizəni izləyirik və daha sonra sevginin onu dönüşümü, ümumilikdə yəni macəralara atılırsan, Jack London əsərlərini dinləyəndə və yaxud da oxuyanda həyatda qalmağın təlimsən. Başqa bir hekayəsi var idi, bunu da qısaca deyim. Çünki bunu da hardasa 40 dəqiqə olar, çox qısa bir hekayədir. Ateşi yakmaq adlanır bu hekayəsi. Jack Londonun kampa gedən bir adamın donaraq ölməsindən bəhs edir. Amma hekayə o qədər təsirli təsvir edilib ki, yəni hekayəni dinləyəndə belə üşüyürsən. Hansı ki, bir adam ona xəbərdarlıq edilməsinə baxmayaraq tək başına qarda meşənin içərisi ilə kampa getməyə çalışır və yanında sadəcə bir it var. Daha sonra o xatırlayır, yəni ona deyirlər ki, tək başına çox təhlükəlidir, havanın temperaturu və s. Amma o ümid eləyir ki, ocaq qalacaq və isinəcək. Daha sonra isə birinci cəhddə məsəl üçün qar tökülür, ocağın üstünə ocağı sönür, çox böyük gərginlik. Yəni bildiyin stres yaşadım o hissəni dinləyəndə. Daha sonra yəni axırda yəni nəticə olaraq əli donur, ayaqlarının donduğunu hiss edir və yavaş-yavaş beləcə ölür. Ümumilikdə yəni dediyim kimi təbiətlə bir iç-içə, təbiətlə mübarizə, təbiətdə həyatda qalmaq mövzusu tamamilə real bir mübarizəni əks etdirir əsərlərində. Eynilə də yəni dediyim kimi bəyaz dişdə yəni Jack London demək mənə görə Martin Eden deməklə yanaşı, hansı ki öz bioqrafiyasıdır. Eynilə bəyaz diş və digər əsərlərini o qədər çox sevirəm. Dönək hekayəsini isə dinləməmişdim və bunu da dinləyəndə həqiqətən məncə Jack London sevdiyim ən yaxşı əsərlərin top 10 içərisində olacaq mənim üçün.